Salam, hər vaxtınız xeyir olsun. Deməli, bugün istəyirəm ki, müəyyən məsələləri mən sizinlə bölüşüm. Ölkədə baş verən ictimai-siyasi proseslər demək olar ki, həm hakimiyyətin belini qırır, həm hakimiyyətə zərbədir, həm də günahsız insanları məhv eləyir. Tutdu, əsas günahkar qalır qıraqda. Mən son zamanlar bu Misir Mərdanovu görə bilmirəm, Sabiq Təhsil Nazirini. Onu görən varsa bir desin, məndən ona çoxlu salamlar desin. Bu Misir Mərdanov bilirsən niyə mən Misir Mərdanovla belə çox danışıram? Ona görə ki, 2011-ci ildə mən Sumqayıt Dövlət Universitetində işləyəndə Misir Mərdanov Mehriban Əliyevanın hakimiyyətə gəlməsinə 10-50 razı değildi. O hər zaman Mehriban Əliyevanı təhqir eləyirdi. Onun şərəfini təhqir eləyirdi, namusunu təhqir eləyirdi. Yəni Misir Mərdanova elə belə baxmayın ki, bu ola bilməz. Bu kiminsə tərəfindən öyrədilmiş adamdır. Yox. Mən ömür boyu bunu bağışlamayacağam. Və Misir Mərdanov eyni zamanda İlham Əliyevin çörəyini yeyirdi. Və onun xanımını təhqir elətdirirdi. Özü qıraqdan baxıb gülürdü. Ramiz Mehdiyevin komandası deyildinsə, indi bunları açılır. Mən bunları deyəndə o vaxtı mənim Dövlət Təhlükəsizlik Xidməti bir araşdırsın. O vaxtı mən deyəndə mənim evimi əlimdən aldılar. Məndən pul istədilər. Mənim evimi banka qoydurdular. Onun evin pulunu ödədim, yenə də evi qaytarmadılar ki, olmaz. Bunlar gör nə qədər azğınlaşmış insanlardır. Biz de bunu aksakkal. Bu aksakaldır. Aksakkal çıxıb deyir ki, sülh sazişi bağlanandan sonra. Dədəmlə mən bir yerdə gedib Paşinyangildə istirahət eləyirdim, onun dayısıgildə istirahət eləyirdim. Və yaxud da Ramiz Mehdiyə vurulan kimi gəldi, Ramiz Mehdiyevin üzünə durdu. Bu cür insandır. Amma bunun dəstəsi var. Bu tək deyil. Bunun arkasında prezident administrasiyasında oturanlar var. Məhkəməyə müraciət eləyirsən, hara müraciət eləyirsənsə uduzacaqsan. İndi mən üzümü tuturam prezidentin köməkçisi, hüquq məsələləri üzrə köməkçisi Fuad Ələsgərova. Çox hörmətli Fuad müəllim. Ölkədə gedən bu proseslərdə yəqin ki, siz də halısınız. Amma sizin adınız sallanmır. Bir dənə də ad sallanmır. Amma ölkədə, Azərbaycanda siz hüquq məsələləri üzrə prezidentin köməkçisisiniz. Məhkəmələrə baxın. Cəmaət qan ağlayır. Demirəm, bütün məhkəmələrdə hakimlər pisdir. Yox, yaxşı hakimlər də var. Amma 90%, 90% rüşvətxordur. 90%. Və bunlardan sizin xəbəriniz yoxdur. Çox pis. Çox pis. Mən sizə məktubla müraciət elədim. Onlayn şəkildə görüntü yaratdınız, qəbul elədiniz. Mən bunların hamısını sizə dedim. Əgər bu prezident sənə etibarlıdırsa, əgər bu prezident səni öz yanında köməkçi kimi saxlayırsa, sən niyə prezidentin xanımı təhqir olundu? Sizə açıq şəkildə bəyan elədim. Amma siz heç olmasın elə, olsun belə. Heç fikir vermədiniz. Amma bugün çıxıb deyirlər ki, 43 milyon dollar pul xərclənib. Mən istihdam eləmək fikrində deyiləm Fuad müəllim. Onsuz da görünən dağa bələddir. Cəmaət bilir, xalq bilir. Bu nə deməkdir? Bu nə deməkdir? Əl çəkin də belə oyunlardan. Nə istəyirsiniz məndən? Nədir? Apellyasiya məhkəməsində bir Akif İskəndərov adında bir güya adını qoyubdu hakim. Hakim. Adını qoyub hakim. Oturub orada. Onun hakimlikdən xəbəri varsa, mənim də nə bilim, dənizçilikdən xəbərim var. Bu nə deməkdir? Nədir bu rüşvətxorluq baş alıb gedir? Təsəvvür eləyin. Vətəndaş gəlib əmək müqaviləsi, müddətsiz əmək müqaviləsini götürüblər, müddətli yazıblar və 2022-ci ildə bağlanan əmək müqaviləsinə yeni direktoru adını yazıblar ki, yeni direktor 2022-ci ildə
həmin müəssisədə işləyib. Nə qədər alçaqlıq olar, nə qədər şərəfsizlik olar, nə qədər vicdansızlıq olar. Nə var? Həmin vətəndaşa oradan 5000, 6000 məhkəmə qərarından pul düşəcəkdi. Akif İskəndərov deyir, tüpürüm o vətəndaşın üzünə. Bura gətir ginən. Gətir bura. Yarısını gətir, mən həll eləyəcəm. Qoy çıxsın, getsin, cəhənnəm olsun. Harada nə iş görür, görsün. Vətəndaş neynəsin? Sənə nə ümid bəsləsin? Prezidentə nə ümid bəsləsin? Söydürürlər, məhkəməyə müraciət edirlər. Nə bilim, haqları tapdalanır, müxalifət. Mən başa düşürəm. Mən hamısını demişdim. Ramiz Mehdiyev haqqında da demişdim. Gec də olsa, görürsünüzmü? Mənim dediklərim oldu. Bəlasını aldı. İndi bu nə oyundur? Bu nə məhkəmə sistemidir? Harada müraciət edirsən? Elə deyirlər ki, Paşayevlər eləyib. Mehriban Əliyev eləyibdir. Bu sistem olar belə. Yalancının üzünə tüpürsünlər. Bunun dalında hamısında Fuad Ələsgərov siz durursunuz. Mehriban Əliyevin adını niyə beddam eləmişsiniz? Niyə? Belə Allahsızlıq olar, belə vicdansızlıq olar. İlham Əliyevlə bir yerdə oturursunuz, bir yerdə çörək kəsirsiniz, bir yerdə bir-birinizə münasibət göstərirsiniz. Sonra da Mehriban Əliyevə əxlaqsız bir qadın kimi təqdim eləyirsiniz. Paşayevləri bir oğru, quldur kimi təqdim elətdirirsiniz. Bunu kim elətdirir? Bu nədir? Məhkəmə sisteminə bir alın, baxın da bir. Tutturacaqsınız. Onsuz evim yox, eşiyim yox, maşınım yox, işim yox. Tutturursan cəhənnəmə tutur. Gör də bəri tərəfində qalsın. Bu nə biabırçılıqdır? Bu ölkədə nə baş verir? Satqın, oğru, satqın. Hasına əl vurursan altından milyardlar çıxır. Qoy vətəndaş yaşasın da. Qoy vətəndaş da heç olmasa 2 manatını, 3 manatını qazansın da. Özümüzünkilərə gələndə hamısı Xan bəy kimi yaşayır. Nə olubdur? Bu mənim də vətənimdir. Mən niyə yaşamamalıyam Fuad Ələsgərov? Niyə? Bugün Ramiz Mehdiyevin oğlunla Ramiz Mehdiyevin şəklini göstərirlər. Ortada Fuad Ələsgərovdur. Fuad Ələsgərovun adını çəkmirlər, qardaş. Niyə? Niyə, qardaş, niyə? Soruşuram. Niyə? Prezident söylə bilər, Mehriban Əliyeva söylə bilər, Leyla Əliyeva söylə bilər, Arzu Əliyeva söylə bilər. Fuad Ələsgərov Peyğəmbər evladıdır. Mənim hüquq mühafizə orqanımın başında siz durursunuz. Nə oldu be? Əxlaqsızlığını Misir Mərdanov harada görmüşdü Mehriban Əliyevanın? Amma üstünü bağladınız. Heç elə bil ki, heç bir şey olmayıbdır. Elə bil heç bir şey olmayıb. Heç elə bir söz-söhbət olmayıbdır. Amma başqa biri deyəndə indi tutmuşdunuz. Orada cavan bir nəfər səhv eləyib gəlib heykəlin üzərinə nəsə yazmışdı. Ondan ötürü onun başına itin oyunu açdılar. Niyə Misirin başına oyun açmırsınız? Niyə soruşuram? Mənim həyatımı məhv elədi. Heç nəyin üstündə. Mehriban Əliyevanı əxlaqsız ifadələrlə təhqir eləyirdi. Bunun üstündə. İndi baxırsınız Misir Mərdanovun boynunun yoğunluğuna bax. Mehriban Əliyevin çörəyi sənin burnundan gəlsin. İlham Əliyevin çörəyi sənin burnundan gəlsin. Get. İndən sonra nə istəyirsiniz gedin onu eləyin.